Bizim orada sizin də diqqətinizi çəkən dovşan ətimiz var ki. Samira xanım, çox üzr istəyirəm. Bəli. Tamam, bildik, toyuq əti, deniz əti, bu hamımız işlədirik bunu. Düzdür, dovşan ətini də işlədənlər çoxdur, amma məsəl üçün mən heç vaxt işlətməmişəm deyə mənə çox maraqlıdır. Və siz keçən verilişdə də onu qeyd etdiniz ki, o heç bir allergiya verməyən, heç bir ümumiyyətlə uşaq üçün ən gözəlidir dovşan əti. Bəli. Yəni uşaq var ki, məsəl üçün bəlkə başqa qidalara allergiya verə bilər və yaxud həssaslığı ola bilər, amma dovşan əti yəni çox mənə maraqlı gəlir. İstəyirəm gəlin bu haqda danışaq. Bu dovşan əti də 6 ayından başlanır verilməyə uşaqlara. 6 ayından başlanılır uşaqlara verilməyə. Nədir onun üstünlüyü? Üstünlüyü ondan ibarətdir ki, əsas odur ki, hipoallergenikdir. Yəni allergiyalı uşaqlarda yan təsir çox da göstərmir. Aha. Yəni spesifik olaraq əgər uşağın orqanizması belə deyim, reaksiya vermədiyi müddətcə, yəni uşaqlara yan təsir göstərmir. Bu səbəbdən də valideyn rahatlıqla uşaqlara verə bilir. Dadı biraz daha şirindir, ət çox yumşaq ətdir və